eləşən mən Namiq müəllim demək istəyirəm, mən maşınımı heç olma qaytardım. Bu vəziyyətdə Allah göydən baxır. Heç çıxmasa az qalım özüm öldürəm. İmkan varsa öldürəm. Amma öldürmək istəyirəm özüm taka verəm. Verin adamın maşınına kişi. Qaytarın, verin adamın maşının. Salam dəyərli izləyicilər, əziz dostlar. Gold Cars 777 avtosalonu ilə bağlı şikayətlərin arası kəsmir. O qədər vətəndaş mənə müraciət edir, o qədər zəylər gəlir, adamların başına oyun açırlar. Deməli, Rızayev Şükran Namazoğlu mənə bir video müraciət göndərmişdi. Təxminən bir 10 gün bundan qabaq. Onu yayımlamışdım. Bu günə kimi heç bir xəbər yoxdur. Yenə mənə zəy vurdu, xahiş elədi ki, mənim sağlamlığım yerində deyil, gəlmişik yataq otağında, güclə durğuzmuşuq adamı. Adamın ayağının biri yoxdur, ayağının birini itirib. Deməli, Gold Cars 777 avtosalonundan özü danışacaq. 1800 manat pul alıb, maşınını qoyub. 1200 manat. 1200 manat. 1800 ödəmişəm. Hə, yox, 1200 manat pul almışsınız. 1200 manat pul almış. Deməli, 1200 manat pul alıb, 77 DD 698 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı maşınını ora qoyub və o 1200 manatı da 1800 manatını ödəyib, amma deməli 24 aylıq götürüb, ayda 312 manat. Allah sizə insaf versin. Kişi 1200 manatı adama verirlər, 1200 manatı 24 aya adamdan 312 manatdan alırlar. Bu nə faizdir? Bunu kim hesablayır? Siz ümumiyyətlə nə yiyirsiniz, nə içirsiniz? Bu nə deməkdir? Bunu kim hesablayır? Siz nəyin qisasını alırsınız bu insanlardan? Qardaş, maşın kreditdə verməyində qaydası var, maşın satmağında qaydası var. Vallahi mən insanlarla gəlirəm, söhbət edirəm. O qədər mənə pis təsir edir. Mən çalışıram ki, agresiv olmayayım, emosional danışmayayım. Amma bunun haqqını yemək mi olar? Yemək olar bunun haqqını. Buyur Ağsaqqal, özü təqdim elə görək. Nə məsələdir, nə olur? Mən Rızayev Şükran Namazoğlu 25-ci ilin fevralında Gold Cars 77 deyilən Saray qəsəbəsində yerləşən o məntəqəyə yaxınlaşdım pul götürmək üçün. Oradan bana dedilər ki, maşın qoy pul götür. Məndə maşın Prius maşın idi. Qoydum ora, bana gətirdilər 1200 manat pul verdilər. Nə qədər pul istəyirdin, sənə 1200 manat verdilər? Hardasa 4-5 min pul istəyirdim. 4-5 minin müqamında sənə 1200 manat pul verdilər. Buyur. 1200 manat verdilər, 1200 manat da dedi, ayda 312 manat ödəyəsən bizə. Neçə ay? 24 ay. 24 ay, ayda 312 manat. Orada sonra bir Vüsal adlı bir xanım, bir qadın vardı. O gəldi, dedim, bu düz gəlmir. Dedi, biz beləyik. Deməli 1200 manat pul verir sənə, deyir 24 aya ayda 312 manat mən ödə. 312 manat özdə kartlara ödəmişəm, gündə bir karta atırdı. Kartdan kart atırdın pulu? Mən buradan kartdan karta atırdım. Maşın haradadır indi? Maşına, onlardan nə maşın verilir, özdə deyir ki, kimə deyirsən deyir, bizə dəxli yoxdur. Əgər sən kimsən, nə etsən, mən özüm keçmiş, hərbiçi olmuşam, 25 il vətənə xidmət eləmişəm. İndi mənim maşınımı alıb vermirlər. Buyur, müraciətin. Xahiş edirəm, çox xahiş, mən dövlətin başçısından xahiş edirəm ki, məsələyi işıqlandır versinlər, Allah kömək olsun. Maddi kömək olsunlar. Dövlət başçımıza, umudum bir dövlət başçımızadır. Bu insanlar nətə insanlar. Allah göstərməsin. Yerimə qalxa bilmirəm, çölə çıxa bilmirəm. Qapıdan çölə çıxamıram bu ayaqla. Mən haqqımı nətə deyirlər. Mən Elşən müəllimlə Namiq bəyə səslənirəm. Sizdən çox xahiş edirəm, mənim haqqımı yeməyin. Göydə Allah var. Allah kömək olar, hamiyə. Bax, çox həssas bir məsələ toxundu, mən də pis oldum. Yəni, hörmətli Elşən bəy, Namiq bəy, mən Elşən bəy görmüşəm, kişi, bunu yemək olar. Bunun haqqını yemək olmaz, kişi, bunun nə gündədir? Verin adamın maşınına, kişi. Qaytarın, verin adamın maşının. 1800 manat pul almışsınız da 1200 manata görə. Eybi yoxdur, təkrar bir 300 manat, 500 manat da alın. Gözünüz doysun, amma adamın maşını verin, kişi, bu nədir? Bu soyğunçuluqdur. Mən də buradan
adəti üzrə müraciət edirəm. Hörmətli Baş prokurora müraciət edirəm. Eyni zamanda hörmətli cənab nazir Vilayət Eyvazova müraciət edirəm. Cənab generala bu məsələlərdə cənab general çox həssas yanaşır bu məsələlərə. Və digər Vergilər Nazirliyi hara baxırsan? Ha qardaş, dövlət vergi xidməti. Bu qədər proseslər gedir. Biz 10 gündür, 15 gündür bir dənə bu boyda avtosalondan danışırıq ha qardaş. Son olaraq nə demək istəyirsən? Son olaraq mən xahiş edirəm, vətən ölkə başçımızdan xahiş edirəm, mən bu köməkliyi göstərsin. Qalmışam içəridə. Allah kömək olsun, çox sağ olsunlar. Belə minnətdaram. Amma o eləşən mən Namiq müəllim demək istəyirəm, mən maşınımı heç olma qaytardım. Bu vəziyyətdə Allah göydən baxır. Hala yiyənməsiniz mən puluma. Mən çölə çıxamıram. Allah göstərməsin. Bu havada içəridə yataqda qalmışam. Bütün gün burada yatıb Burada qalırsan. yatıb. Bir balaca oğlum var. Onun kömrə düşəndə xahiş edirəm, arabanı mən çölə çıxardı. O da beyninə düşəndə. Uşaq da odur körpədə. Yataqda qalmışam. Allah heç kimə göstərin belə şeyi. Maaş köməkliyi göstərin. Belə, dəyərli dostlar, yayımızı bəyənin, paylaşın. Və ümidvarıq ki, qısa bir zamanda Rızayev Şükran Namazoğlu'nun məsələsi üzərini tapacaq. Sözün bitdiyi yerdir. Bundan sonra söz danışmaq olmur. Mən dəhşətə gəldim. Allah belə heç çıxmasa az qalım özümü öldürəm. İmkan varsa öldürürəm. Amma öldürmək istəyirəm özüm taka verəm. Birdən elə şey gəlir ki, nə çölə çıxarmıram. Kimdən xahiş edirəm, məni qucağına alsın, çölə çıxarsın. Çox çətindir. Mənim vəziyyətim heç kim düşməsin. Çox çətindir. Mən 25 il eləcə çəkməmişəm. Hərbi olmuşam, mən belə şey görməmişəm. İndi az qalım özümü, bir çarəm qalıb özümü öldürəm. Allah eləməz. Elə şey demək olmaz. Toka verib özümü öldürəcəm. Bu prosesdə sənə pis təsir eləyir. Çox pis. Qalmışam belə. Bir nəfər yoxdur çıxar. Orada kim nə istəyir ki, mən maşın vermiş ki, deyir maşın məndir. O bir sonra arvad orada var. Maşın mən bilirəm. Gitar istəyirsən şikayət elə. Maşın məndir. Harada olub maşın sənin? Maşın götürüb özü adamla elə danışır ki, elə bir salam ver ki, prokurordan kimdir? Estağfurullah, Allah Taala'dır. Heç adam saymır. Maşın mənim gitar istəyirsən şikayət elə. Demədim 1200 manata adamın əlindən 10 minlik maşın almırlar. Deyir 1200 manata cəmaat pul verirlər ona buna. Mən 50 il belə çıxmasın. 1200 manat gətirib, mən Allah Mən sən ona dedin ki, sən 1200 manat vermişsən, mən də sənə 1800 ödəmişəm. Boynuna almış ki, onu görüb gündə bir kart göndərirdi. Gündə bir karta vurdurdu. Deyirdim, hadi, əvvəlcə zəng edirdim onu ki, pul göndər, köçmək istəyirəm. Gözdə kart atıram. Gündə bir kart atırdım. Mən baxırdım, familiya ayrı, ad ayrı, başladı ayrı. Vururdum pula, neyiniyim. Belə, dəyərli dostlar, yayımızı bəyənin, paylaşın. Sözün bitdiyi yerdir. Mən heç nə deyə bilmərəm, amma adəti qurumlar xahiş edir məsələni saxlasınlar diqqətdə. Mən özüm də halım pis oldu. Bu dəhşətdir. Yemin olmazsa kişi bunun pulu. Bunun maşının, siz Allah bunun maşını qaytarın verin kişi. Qaytarın verin bu kişinin maşınına kişi. Qaytarın bu kişinin maşını verin kişi. Etməyin belə. Bunu yemək olmaz. Bu kişinin bu sağ olun dəyərli dostlar. Sağlıqla qalın.